Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bu günləri həftə sonu üçün yumşaq pirajkilər hazırlayıram. Bunun üçün mənə lazımdır 2 yemək qaşığı qatıq, süd, 1 yumurta, duru yağım var, 2 yemək qaşığı. İndi isə xəmirin aparasını hazırlayacağım. Xəmirimiz üçün apara hazırlayıram. 150 qram, 200 qram yoxdur burada. 150 qram suyu, mayanı, 1 paket instant mayadır məndə və 1 yemək qaşığı şəkər əlavə edirəm. Bunun üzərinə 2 yemək qaşığı və 3 yemək qaşığı demək olar ki, un əlavə edib qarışdırandan sonra ununu üzərinə bir paketlə və yaxud da bir qab qoyub isti yerdə 15 dəqiqə saxlayacağım. Apara hazırdır, aktivləşib. Göstərmək istəyirəm. 15 dəqiqə ancaq gözlədim. Əlavə edirəm bu qaba, xəmirimi hazırlayıram. Üzərinə 1 stəkan ilıq süd, 1 ədəd yumurtanı və 2 yemək qaşığı isə qatığım var, onu əlavə edirəm. Və 2-3 yemək qaşığı duru yağ əlavə edirik. 1 yemək qaşığı duz. Qarışdırandan sonra bunları yaxşıca duz həll olunsun. Unu az-az əlavə edib xəmir eləyəcəm. Mən sonda un nə qədər istifadə elədim, videomuzun alt bölümündə, açıqlama bölümündə qeyd eləyəcəm. Xəmir yumşaq xəmir olmalıdır. Çalışın bərk olmasın xəmiriniz. Ona görə də unu az-az əlavə eləyin. Unu əvvəlcədən eləmişəm, onu da qeyd eləyim. 1 kiloqrama qədər un istifadə elədim. Xəmirimiz artıq hazırdır. Yaxından göstərmək istəyirəm. Qabın dibinə biraz yağ əlavə edirəm, sulu yağ. Və xəmirimi bura qoyacağım. Üzərini örtüb 1 saat mayalandıracağım. Bu bitkiyə biz nanə cöfər deyirik. Bundan indi qəşəng çay dəmləyəcəm inşallah. Biraz da qara çay tökürəm. Pirajkimizin işliyini hazırlayıram. Onun üçün məndə burada kartoflarım var. Soyub, doğrayıb bişirəcəm və 1 ədəd soğanım var ki, bunu da xırda-xırda doğrayıb biraz qovuracağım. Kartofumuz bişdi. İndi mən bunu əzirəm və soğanı da qovurmuşam bir kənarda. Onu əlavə edib işliyimi hazırlayıram. Biraz qırmızı biber də tökürəm. Biraz da istiot əlavə edirəm. Xəmirimizi hissələrə ayırıram. Bu xəmirdən sobada da pirajki hazırlaya bilərsiniz, soba pirajkilərini. Çünki bunun içində yağı var, südü var, qatıq var, yumurta. Mən xəmirləri biraz açıram. Nazik istəyirəm pirajkilərim olsun. Bir balaca açıb asan da olur belə olanda. Pirajkilər qalın çıxmır, həm də vaxta da qənaət eləyirik.
lobya, xiyar, pomidor, soğan, qırmızı soğan əlavə elədim. Duz, istiot. Bir də semişka yağı və yaxud da ki, zeytun yağı əlavə eləyəcəyik. Bu da olacaq bizim salatımız. Sirkə tökürsən, Bəli, bir dənə, bir qaşıq, 2 qaşıq sirkə. alma sirkəsi. Bəli, alma sirkəsi. Renkləri nə gözəldir salatın. Amma əllərinə sağlıq. Həqiqətən də çox dadlı çıxıb. Yəni video başlamadan nə demək olar ki, yeyib qurtardıq. Bu isə yayda hazırladığım sarımsaqdır. Yayda yox, sentyabr ayında hazırlamışdım. Səhv eləmirəmsə. Kanalımızda videosu da var. Linkini əlavə eləyəcəm videomuzun altından. Keçid eləyib baxarsınız. Neçə aydır ki hazırlamışam. Görürsünüz, rəngi də şəffafdır. Sarımsaqların özü də heç qaralmayıbdır. Hazırlayan hər kəsə nuş olsun. Videomuzu bəyəndinizsə kanalımıza abunə olub yorum yazmağı unutmayın bizə dəstək üçün. Salamat qalın, dəyərli izləyicilər. Növbəti videolarımızda görüşənədək.